Salam əziz izləyicilər. Bugün maraqlı bir həndisə məsələsinin həllini təqdim edəcəm. Deməli, verilib bizə AB4, BC5, ABC3 bucağında. Bucaq var, 2 dənə bucaq C-yə bərabərdir. Deyil BC-dir, nədir? Tapmağı. Bu sualı bir müəllim yoldaşım var deyir mənə. Bunun bir neçə həlli yolu var. Bir neçə həlli yolu deyəndə hələ 6'sını mən bilirəm. Bəlkə də daha çoxdur. Mən qısa bir həll yolu təqdim edəcəm. Yəni, o birisi həllərlə işim yoxdur. O birisi həllərlə 2 alifadsa bərabər yanı 3 bucaq durmaqla da həll eləmək olur. Ya AB tərəfi üzərində bərabər yanı, ya da nədir AC tərəfi üzərində bərabər yanı 3 bucaq durmaqla da həll eləmək olur. Heç bir fərqi yoxdur. Hündürlük çəkib həll eləmək olur. Amma təmbülənlə mən istifadə edib həll edəcəm və oxşarlarım. Deməli, biz A bucağının təmbölənini çəksək, gördüyümüz kimi, bura onda olacaq alfa, burada nə qalacaq? Alfa, təmböləni çəkirik. Alfa, xarici bucaq, ona qonşu olmayan daxili bucaqların nəyinə bərabərdir? Cəmlə 2 alfa. Təmbölənin xassəsinə görə, bura bir 4K olsun təmbölən. 5'dirsə, onda bura nə olacaq? 5K. Bunun özü belə bir neçə üsulla həll eləmək olur. Yəni, təmbölənin üstündən istifadə eləmək olar. 4-5 vurulsun, bunların hansından istifadə eləmək və s. Amma mən yenə deyirəm, ondan istifadə etməyəcəm. Çalışacağım daha rahat olsun. Oxşarlıqdan istifadə edəcəm. Gördüyünüz kimi, bütün 3 bucağın bucaqları 2 alfadır. Deməli, ikinci üç bucağın da bucaqlarına baxsınız. Yəni, A, B, T ilə yenə 2 alfa var. Deməli, 2 bucaq bərabərsə, 3 bucaqlar nədir? Oxşardır. Mən oxşarlıqdan istifadə edəcəm. Deməli, 3 bucaq A, C, B oxşardır. 3 bucaq. Gördüyümüz kimi T, A, B-yə. Baxırıq, böyük 3 bucağa. Yəni, bütün 3 bucağı A, C, B. Alfanın qarşısında nədir? 4. Burada alfanın qarşısında nədir? 4K bərabərdir. Digər tərəfdən 2 alfanın qarşısında nədir? 9K'dır. 2 alfanın qarşısında nədir? 4. Və beləcə allıq K kvadratı bərabərdir. 9'da 4. 4'lər burada nədir? Gedir. K'mızı allıq neçə? 3'də 2 müsbət olması üçün tərəf mənfi ola bilmir. BC tərəfimiz 9K olduğuna görə BC bərabərdir 9K, o da bərabərdir 9 vurulsun 3'də 2, o da bizə nə verəcək? 6. Hələlik bu qədər, sağ olun.